Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilərimiz. Masazır qəsəbəsində əla bir yerdə, əla bir evimiz satışdadır. Həm marşrut xəttinə yaxındır, gördüyünüz kimi hal-hazırda da keçir marşrut. Tam yaşayışlı bir ərazidir, evimiz şəxsi tikilidir. Küçədən çəkiliş edirik ki, daha aydın olsun. Bu evin də belə bir əlavə özəlliyi var ki, evin girişində obyekt üçün belə bir tikili də var. Fəaliyyət göstərmək üçün, yəni rahatlıqla istifadə etmək olar. Sadəcə olaraq evimizdə bir müddət yaşayış yoxdur, əl gəzdirib istifadə etmək olar. Evimiz 2 sotda inşa edilib, sənəddə çıxarış kupçadır, 3 otaqdan ibarətdir. Daxil olduq həyətə. 2 sotdadır, görürsünüz. Yəni yüngül barədə olsa ağacları var, gülü çiçəyi, ağlay döşəmə. Fasadına biraz əl gəzdirmək lazımdır. Qoşa daşının kəmərli betonlu evdir. Çox da möhkəm evdir. Dediyim kimi yaşayış yoxdur. Sadəcə olaraq kosmetik işlər lazımdır. Vəssalam. Yəni daxildə də ki, bu prozedur necədir? Girdik, yenə də bir əlavə burada qəşəng yer var, ayaqqabı geyinmək üçün, paltar dəyişmək üçün, yəni açmaq üçün. Mətbəx bu hissəyə düşüb. Nə var? Odur, dəyərli izləyicilərimiz. Qiyməti də ki, ona uyğun tənzimləyib sahibi. Yəni o remontu, təmiri nəzərə alıb. Dəhlizdə geniş, özü üçün tikilmiş evdir, şəxsi tikilidir, qoşa daşdır, bir daha təkrar edirəm, 3 otaqdır. Və birinci otağımız da budur. Hündürlüyü də 3 metrdən yuxarıdır. Otaqların da kvadraturası normal, bir sözlə əla. Dəhlizdəki maşallah genişdir. Ortalama 4 il yaşayış olmayıb. Bildiyiniz, yəni biraz ehtiyac var kosmetik işlərə. Sanitar qovşağında kafel metlaxı qalır. Yəni su ağışı vurulub, amma xəttlər hamısı çəkilidir və keçirik salona. Salonumuz da ki, maşallah geniş, işıqlı, həm də fundamenti, yenə də betonu və tamamlayıcı kəmər, qoşa daş, sənəd çıxarış kupça, 2 sotda, girişdə də ki, obyekt, cəmi 65.000 manata. Baxın, özünüz dəyərləndirin. Yerləşmə yerdə əladır, marşruta, məktəbə yaxındır, tam yaşayışlı bir yerdir, sənəddəki qaydasında. İpoteka ilə də maraqlananlar buyurub müraciət edə bilərlər. Yenə də reallıq əsasında ola bilsin ki, məbləğdə yenə də cüzi endirim olunacaq. Baxmayaraq ki, indirim qiymətindədir. Baxın, dəyərləndirin, suallarınız üçün zaten əlaqə nömrəsi qeyd edirik. Və dəyərli vaxtınızı ayırdığınıza görə təşəkkür edirik. Sağ olun, sağlıqla.